Əziz uşaqlar, bugünkü dərsimizdə biz sizinlə klassik ədəbiyyat dünyamıza səyahət edəcəyik. Klassik ədəbiyyat nədir? Klassik ədəbiyyat zamanın sınağından çıxmış, yüksək dəyərlərə malik, nümunəvi və ölməz əsərlərin toplusudur. Deməli, klassik əsərlərimiz bizə təkcə keçmişimizin yadigarı deyil, o həm də bizim xalqımızın keçmişini, keçmişdə onların düşüncələrini, duyğularını bizə ötürən bir ədəbiyyatdır. Və bu ədəbiyyatda insani dəyərlər, ədalət, sevgi, məhəbbət hissləri, ümumiyyətlə vətənpərvərlik hissləri təbliğ olunur və bugünkü günümüzə qədər də gəlib çatır. Bugün biz sizinlə Nizami Gəncəvinin, ondan sonra Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin əsərləri zamanın keçmişin sərhədlərindən çıxaraq bugün bizə gəlib ötürdüyü deməli əsərlərin təbliğ etdiyi fikirləri səhnələşdirib, səhnəciklər halında biz dərs prosesimizi davam etdirəcəyik. Gəlin birlikdə onların hikmət dolu dünyasına daxil olaq və sözün sehrini hiss edək. Çeyşux, nədir bu göftücülər? Qılmaq sənə təli bicülər. Nə üçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən. Nə üçün sənə tələ edə bədgül? Namusuna layiq iş midir bu? Nazik bədən ilə bərcücülsən. Əmma nə deyim, içən yünüsən. Təmkini cünuna qılma tədbir. Qızsan, ucuz olma, qədrini bil. Hər surətə əks kimi baxma, hər gördüyünə su kimi axma. Meygərçi səfa verər dimağa, axdığı üçün düşər əyağa. Sayə kimi hər yerə üz vurma, heç kimsə ilə oturma, durma. Sən sadəsən, özgə əhlinə iyrənc, cəhd eylə, verilməsin sənə rənc. Deyirlər sən eşqə mübtəlasan, bicanələr ilə aşinasan. Oğlan eyib olmaz olsa aşiq, aşiqli işi qıza nə layiq. Ey iki gözüm, yaman olur ar, namusumuzu itirmə zinhar. Neylər sənə cəratan işitsə, qəhr ilə sənə siyasət etsə. Minbət gəl eylə tərkiməkdə, bil əzzədini həmin zədrət. Gərçi adın ola dildə məscur, görmək ola səni qeyri-məqdur. Xoş ol ki qızı həmişə gizlər, xud gizli gərək həmişə qızlar. Keymuni sirvuznigarım anam, dürcü şahvarım anam. Sözler deyirsən ki bilməzəm mən, məzmununu mən qılmazam mən. Deyirsən ki məşuqi eşqi aşiq, mən sadəcə filizam. Bilməm, nədir ol hədisə məzmun? Söylə, necə olmayın digər gün? Kimsə qılmazdı eşqin yadın, ha səndən eşitdin iradın. Billah, nədir anam, eşqə məfhum, bu sirri halı eyləmə oğlum. Hadi yüreği muradım ol gel, bu şivədən ustadım ol gel. Mən məktəbə rəyim ilə getməm, bir şüğli xilafi rəyin etməm. Həm deyirsən ki mənə məktəbə var, həm də deyirsən ki getmə zinhar. Qanlığı sözə etiqadım olsun, sənə necə etimadım olsun. Artıq bu sözləri mükəddər etmə, lütf eylə, məni mükəddər etmə. Deyirlər Şam tərəfdə bir qoca kişi vardı. Hər kimi xalq ilə onun nə işi vardı? Əynini köynəyin o tərəfdən örərdi. Kərpiç kəsib bir təhər, dolanlar gün görərdi. Qılınclı ərlərin ki düşərdi qalxanları,
Məzarına kərpicdən döşərdi qalxanları. Kəfənsin kəfəni, duvağı idi kərpici. Günahkarın ağzının suvağı idi kərpici. Bir gün yenə işi ilə başını qatdı qoca. Əldən, dildən düşərək qan tərə batdı qoca. Birdən-birə göründü gözə bir cavan oğlan. Başladı məzəmətlə sözə bir cavan oğlan. Bu düşkünlük, zəlillik sən cahara yaraşar. Palçıq, saman yoğurmaq, muzdurlara yaraşar. Torpağın qalxanını qılıncınla sökməsən, bir qarın törə üçün öz abrını tökməsən, bu kərpic qəlbini yandırıb külə döndər, ömrün xəzan bağını əlinlə gülə döndər. Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar? Bəlimli palçıqları yoğurmaqdan nə çıxar? Qocasan, qocaların yerişini yersən, yorularsan cavanın yerişini yersən. Nadanlıq havası var başında, ağsaqqala gülürsən, belə cavan yaşında. Qocalar kərpic kəsər, havalıqla yaşayar, köylər əsir qullar, ağır yüklər daşıyar. Qarşında boyun büküb, əl açmayın deyəmən, əzəldən əl atmışam, belə bir peşəyə mən. Nə xəzinə yığanam, nə də tirmə geyənəm, öz halal zəhmətimin çörəyini yeyənəm. Halalca neymətimə naşükür olma mənim, neymətə xor baxanım, neymət qənimdir qənim. Qocaya tənə vuran peşmanladı sözündən. Gözdən itən zamanda yaş axıtdı gözündən. Dünya görmüş insandır, qoca belə qocaydı. Namuslu zəhməti ilə el gözündə ucaydı. Unut dünya evini, san burada nizami, məslək eşitliklər, hər burada nizami. Zülm edip bir qarıya çox utdurmuşdular qan. O da Sultan Səncərin tutarak yaxasından dedi ki, Səndə insaf az görmüşəm, qulaq az. Səndən gördüyüm zülm əsla hesaba sığmaz. Bir kefli darğa gəlib evimdə məni söydü. Salıb təpik altına doyunca döydü, döydü. Mən günahsız qarnının saçlarını atdı əl. Üzü üstə sürüdü, evdən çölə əlbəəl. Camaat arasında söyüb məni qudurdu. Evimin qapısına zülmün möhrünü vurdu. Dedi, ey qozbel qarı, söylə, filan gecədə filan kəsi kim vurdu yaşadığın küçədə? Evimi çox axtardı, qatil hardadır deyə. Ey padşah, bu həqarət sığarmı yerə göyə? Darğanın sərxoşluğu olmuş bu işə maya. Bəs niyə mən yazığı saldın qısma boğmaya? Vilayəti soyarkən padşahın adamları cinayətkar olarmı bunda məgər bir qarı? Bu zülmə əl atarkən darğa xalq görə mənim ismətim sənin ədlin salınmış yerə. Bu yaralı sinəmdən bir daxtdılar qan. Özümü itirmişəm, qalmamışdır məndə can. Ey şah, dağda çatmasam, olurkən qəlbim kabab. Qiyamətin günündə çəkilər səndən hesab. Ah, səndə nə ədalət, nə mərhəmət görürəm. Mən səndə sonsuz zülm və əziyyət görürəm. Rəiyyətə hər zaman kömək etməli padşah. Səndən xarlıqdır gələn bizə. Ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malını. Buna mərdlik deməzlər. Düşün işin dalını. Çapdırıb qarları qırdırma gəl acından. Onların gəl utan bir qar kimi ağ saçından. Sən bir qulkən edirsən padşahlıq iddiası. Azğınsan, şah deyilsən, sənsən doğramyası. Padşah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini, gərək məsud, gərək şad. Ta ki hamı öz hökmünə etsin hörmət, əysin baş. Könüllər onu bilsin, özünə bir dost, sirdaş. İşlərinlə aləmi alt üst eyləmisən sən. Söylə bir özlüyündə,
Nə hünər göstərmisən? Bir zamanlar Türklərin çox yüksəkdi dövləti. Bəyənildi hər yanda ölkəsi, ədaləti. Zalımlığın bəllidir. İşin, peşən talandır. Sən ki hindli quldursan, Türk olmağın yalandır. Dağıldı şəhərlinin evi sənin əlinlə. Əkinçinin xırmanı dənsiz qaldı səninlə. Ölümün dəhşətindən qorxub bir hesab apar. Növbəsinə də çatar. Əlinə elə hasar. Ədalət çırağındır. Yolunda olma naşı. Bu günündür. Sabahın ən mehriban yoldaşı. Qarları sözünlə şad et. Sevdir özünü. Sən bir qoca qarının unutma gəl sözünü. Çəkin, çarəsizlərin dağıtma var yoxunu. Bəlkə o qəbirlərin yeməyəsən oxunu. Sən ki hər bir bucağa ox atırsan bu qədər. Acların qarğışından söylə, qafilsən məgər? Unutma ki, aləmi açmağa bir açarsan. Dünyada zülm etməyə yaranmış məgər insan? Sən hökümdar olmusan yetişəsən haraya? Daim məlhəm qoyasan vurulan hər yaraya. Hər zaman rəiyyətin diləyinə qulaq as. Ürəkdən məzlumların ürəyinə qulaq as. Çox danışdın, qalx, yetər bu şairlik ilhamı. Qana dönmüş qəlbinə qan qoymuşdu Nizami. İndi də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin Hayf ki yoxdur şeirini Nərmin səsləndirəcək. Kür qırağının əcəb səyrəngahı var. Yaşılbaş sanası hayf ki yoxdur. Ucu tər cığalı siyah tellərin hərdən tamaşası hayf ki yoxdur. Qış günü qışlağı qıraq basanın gözüdür aranın cümlə cahanın. Belə gözəl yerin, gözəl məkanın bir gözəl ovası hayf ki yoxdur. Kifayət. İndi də bizim klassiklərimizdən Nizami Gəncəvinin aforizmlərini uşaqlar istəyərdim Həbib Durum səsləndirsin. Yaxşılığı əzəldən adət eyləsən özünə, yaxşılığın həmişə yol açar üzünə. Əyləş. Gülşən, sən də qızım. Yaxşılıq etməsən əgər insana, böyüklük şərəfi verilməz sana. Gülər. Bir olsa yoldaşın, dostun əməlin, daşdan su çıxardar onların əli. Nifaq olan yerdə fəlakət də var, saadət günəşin birlikdən doğar. Hüseyin. İnsana arxadır onun kəmalı. Ağlıdır hər kəsin dövləti malı. Aferin. Uşaqlar, biz bugün klassik ədəbi irsimizlə tanış olduq və mən inanıram ki, bu sizin gələcəkdə əldə etdiyiniz bütün uğurlarda, gələcək həyatınızda bu klassiklərimizin verdiyi bizə öyüdlərdə böyük nəticəsi olacaq, sizə böyük bir təsir olacaq.